Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli televiziya tamaşaçıları. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Əziz tamaşaçılarımız, bizim bugün ilk və birinci silsilə verilişimizdir və bu silsilə verilişimizin adı İslamda ailə mövzusudur. Bildiyiniz kimi İslam dini ailə məsələlərinə çox böyük dəyər və çox böyük əhəmiyyət verir. Biz bu əhəmiyyəti Qur'an ayələrinə baxdıqda bir daha aydınlaşır bizim üçün bu əhəmiyyət. Qur'an ki, müsəlmanların birinci mənbəy və birinci qaynaq kitabıdır. Bu müqəddəs kitabda ailə barəsində bizim bir çox ayələrimiz var. Məsələn, biz Rum surəsinin 21-ci ayəsində oxuyuruq ki, və min ayatihi ən xələqə ləkum min ənfusikum əzvacən litəskunu iləyha və cəələ bəynəkum məvəddətən və rəhməh. Bu ayənin tərcüməsi bundan ibarətdir ki, bu ayədə belə buyurulur ki, Allahın nişanələrindən və əlamətlərindən biri budur ki, Allah Teala sizin üçün, sizin aranızda olan bir tay yaratdı. Sizin özünüzdən olan bir tay sizin üçün yaratdı ki, siz bunların kənarında aram tutasınız və rahatlaşasınız. Və Allah sizin aranıza rəhmət və mehribançılıq qərar verdi. Doğrudan da bu çox gözəl bir ayədir və bu ayədə ailənin və evliliyin demək olar ki, fəlsəfəsi aydınlaşır bu ayədə. Əziz tamaşaçılarımız, biz bu silsiləli verilişdə çalışacağıq İslam baxımından ailənin nə cür olması və nə cür formalaşması haqda söhbət edək. Ümumiyyətlə, övladların ata-ananın müqabilində olan vəzifələrindən, hüquqlarından və həmçinin ata-ananın evladlarının qarşısında olan hüquqlarından, vəzifələrindən və ər-arvadın bir-birinə qarşı olan münasibətlərindən söhbət açacağıq. Ümumiyyətlə, biz bu verilişdə çalışacağıq ki, siz əzizlərin diqqətinə çatdıraq ki, İslam baxımından xoşbəxt ailə kimdir? Və həmişə olduğu kimi verilişimizə başlamamışdan öncə istərdim qısa bir fasilə verək və fasilədən sonra verilişimiz davam edəcək. Bizdən ayrılmayın. Bəli, əziz tamaşaçılarımız, bir daha xoş gördük sizləri. Əvvəldə qeyd etdiyim kimi, verilişimizin adı İslamda ailə mövzusudur. Amma istərdim bugünkü qonağımı siz əzizlərimə təqdim edəm. Bugünkü qonağımız Hüccətül İslam vəl Müslimin Tahir Müzəffəroğludur. Öncəliklə Tahir müəllim sizi salamlayır və xoş gəldin deyirəm. Selamun aleyküm, çox sağ olun Azər müəllim. Biz də sizi və bütün tamaşaçılarımızı salamlayırıq inşallah. Tahir müəllim, mən belə hesab edirəm ki, hər bir ailə əgər İslam qayda qanunlarına və İslam göstərişlərinə əməl edərsə, həmişə əbədi xoşbəxt olacaqdır bu ailə. İstərdim sualımı belə verəm ki, nəyə görə elə məhz İslami ailələr həmişə xeyir və bərəkətin içindədirlər, həmişə əbədi səadət onlara nəsib olur? Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin və sallallahu ala seyyidina və nebiyyina Əbil Qasimil Mustafa Muhammed sallallahu aleyhi və alihi və səlləm və ala alihi tayyibin tahirin el-ma'sumin. Yenidən Azər müəllim sizi və bütün tamaşaçılarımızı salamlayıram. Allah təbarək Əzzə və Cəldən bütün tamaşaçılarımız üçün uzun, bərəkətli və mənəviyyətlə dolu ömür arzulayıram inşallah. Çox gözəl sualdır, dəqiq sualdır. Amma əvvəldə istərdim, çünki bizim bugünkü verilişimiz sizlə barə olaraq ilk verilişdən ibarətdir. Biz ailə mövzusu barəsində Allahın izni ilə, Allah təbarək Əzzə və Cəllin holu qüvvəsi ilə ilk bəhsimizə, ilk söhbətimizə başlayırıq inşallah və bundan sonra da Allah əgər ömür versə biz bunu sizlə Allahın izni ilə davam etdirəcəyik. Və ilk əvvəldə biz Əhl-i Beyt aleyhimussalatu vəssalamın həyat
tərzinə baxmalıyıq. Əhl-i Beyt əleyhissalamın həyat yaşayışlarını özümüz üçün örnək götürməliyik, ya özümüz üçün bir meyar götürməliyik ki, biz onların da həyatında İslamın buyurduğu bütün dəyərləri görə bilərik. Amma bu şərtlə ki, biz Əhl-i Beyt həyatını araşdıraq, Əhl-i Beyt həyatından biz nəşət ala bilək. Bu zamanda həqiqətən İslam buyurduğu keyfiyyətli yaşayışı biz öz ailələrimizdə yaşada bilib və onu hər dəfə canlandıra bilərik. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm bizim dinimizin qurucusudur. İslam dininin başçısıdır. İslam dininin rəhbəridir. Allah təbarək və Teala İslam dinini Peyğəmbərimizə göndərəndə təbiidir ki, onun qanunlarını, o qanunlarda əhkam mövzusunda, o qanunlarda bütün hər bir sahədə olan qanunlarla bir yerdə eyni zamanda hətta ailə barəsində və ailə mövzularında da bəzi cəryanlar var ki, Həzrət Peyğəmbərimiz bunları biz ümmətinə öyrətmiş və Peyğəmbərimizdən sonra Peyğəmbərin canişinləri və hətta Həzrət Peyğəmbərimizin əziz və möhtəşəm qızı olan xanım Fatimə Zəhra salamullah əleyha bunu hətta öz həyatında olan həyat tərzi ilə bizə çatdırmış, hətta öz gözəl və mübarək hədislərində bizlərə bu ailəni necə idarə etmək lazımdır, onları buyurmuş və hətta Həzrət Mevləl Muvahhidin Əli ibn Əbi Talib aleyhissalatu vesselamın həyat tərzində biz bunları görürük. Sizin sualınıza müqəddimə olaraq bunları demək olar ki, ilk öncədə İslam dininin buyurduğu ailə tərzin Əhl-i Beyt yaşamışdır. Çünki Əhl-i Beytin özü İslam dinindən kənar bir rəftar etməzdi. İslam dini hər nəyi buyurmuşsa, birinci ona əməl edən özü ilə Əhl-i Beyt olmuşdur. Bu baxımdan da Əhl-i Beyt Allahın bütün buyurduğu əmrlərin hamısına əməl edər və Allahın xoşuna gələn bütün işləri həm öz ailələrində, həm qıraqda, qonşuluqda və yaxud da yadlarla necə rəftar etmək lazımdır. Ümumiyyətlə, ətrafda olan insanlarla necə münasibət qurmaq lazımdır. Əhl-i Beyt aleyhissalatu vesselam bunların hamısını əvvəl özləri əncam vermiş, öz həyatlarında bunu yaşamış və bundan sonra biz ümmətə dərs olaraq və böyük bir məktəb olaraq bunları bizim üçün buyurmuşdular. Buna görə də İslam dinində olan ailələrin, İslam dinini öz evlərində, öz ailələrində yaşadan insanların əbədi səadətə qovuşmasının səbəbləri, əbədi mənfəəti ələ gətirmələrinin səbəbi elə bundan ibarətdir. Çünki İslam dinində olan insanlar, İslam dinini öz həyatlarında yaşadan insanlar İslamın qoyduğu qanunlardan kənara çıxmırlar. Əgər bir insan öz ailəsində, öz yaşayışında, istər siz qeyd etdiyiniz kimi valideynlərlə evladların necə rəftarı və yaxud da evladlarla valideynlərin necə rəftarı. Əlbəttə biz bu məsələlərə Allahın izni ilə gələn proqrammalarımızda çox geniş olaraq toxunacağıq. Ona görə indi hal-hazırki müqəddimə söhbətimizdə istəmirik buna daha da geniş yer verək. İstəyirik bunu bir surətdə ki, sual verdiniz, Allah sizə razı olsun. Yəni az da olsa bunu biraz genişləndirək, amma gələn söhbətlərimizdə əziz tamaşaçılarımızın nəzərinə biz həm Rum surəsinin 21-ci ayəsi ki, siz gözəl onu işarə etdiniz, o barədə çox geniş məlumatlar veriləcək Allahın izni ilə, həm də ki, İslamda olan 3 rəftar. Rəftarın biri həm oğlan, həm qız subay olan vaxtıdır. Yəni evli olmayan bir vaxtıdır. İkinci rəftar bunlar evlənəndən sonra, ailə həyatı qurandan sonra olan vaxtıdır. Üçüncü halı isə bunların evladları dünyaya gələndən sonra o evladın üzərində hansı tərbiyələrlə bunlar məşğul olacaqlar. Üçüncü mərhələ isə bu mərhələdir və bu ata-ananın oğul və qız üzərində olan valideyn hüquqları, ağ valideyn olmaq və haqqı vələd olmaq, inşallah orada biz bu məsələlərə toxunacağıq. Amma hal-hazırda bu İslamda olan ailələrin səadətə çatması və bu səadətin də əbədi olması, həmişəlik olması və bu mənfəətlərin istər bu dünyada, istər axirətdə o insanın əlində qalmasına ən böyük, ən başlıca və ən əsas səbəb İslam dinidir. Niyə İslam dinində bunlar əbədi olur, həmişəlik olur? Buna görə ki, İslam özü ehtiyatsızdır. Azər müəllim, bu sualı biraz da əgər
geniş, vaxtımız olsaydı biraz da geniş biz izah etmək istərdik ki, yəni İslam dininin ehtiyatsız olmasını biz hardan bilək? Biz İslam dininin rəhbərinə baxırıq Həzrət Peyğəmbər İslam sallallahu aleyhi və səlləm. Həzrət Peyğəmbərimizi bizlərə göndərən, bizlərə hədiyyə edən, bizlərə bəxşiş edən, bizlərə böyük minnət qoyaraq o Peyğəmbəri bizlərə seçən, göndərən Allah Təbarək və Teala'ya əgər nəzər salsaq görürük ki, Allah Təbarək və Teala özü ehtiyatsızdır. Allah bəndəsindən heç nə ummur, bəndəsindən heç bir ehtiyacı da yoxdur. Amma bundan, İslamdan qeyri bir yerlərdə, qeyri bir başqa məkanlarda mı deyək, ya başqa hallarda mı deyək, hər kim yaşayırsa, hər kim ailə qurursa, onlar müvəqqəti olurlar. Onların səadəti mümkündür olsun. Amma bu səadət heç vaxt onlarda əbədi və həmişəlik ola bilməz. Çünki onlar İslamın qayda qanunların öz həyatlarında yaşada bilmədiklərinə görə daima özləri səhvə yol verirlər. İslamın buyurduğu qayda qanunlarının heç birində səhv yoxdur. Üzr istəyirəm, Tahir müəllim, mən sözü kəsdim. Ümumiyyətlə, burada əməl meyardır, yoxsa müsəlman olmaq. Çünki biz bəzi İslami ölkələrdə də görürük müsəlmandırlar, amma bununla belə ki, müsəlmandırlar, İslam qayda qanunlarını əməl etmədiklərinə görə ailələri dağılır və uçuruma gedir. Bəli. Burada meyar əməldirmi, yoxsa İslam? Hətta bunun əksi də məsələn düz ola bilər ki, bəzi məsələn qeyri-İslami ölkələrdə məsələn, bəzi ailələr görür ki, məsələn, xoşbəxt yaşasınlar, əbədi, məsələn, səadətə naib olsunlar. Çünki ağıllarına uyğun İslamın qayda qanunlarına əməl edirlər. Burada əməl meyardır, yoxsa müsəlman olmaq? Bu yerdə insanların əməli meyardır. Bəli. Çünki böyük coğrafist Cəmaləddin Əsədəbadi ki, elmə, coğrafiya aləminə çox geniş tanış olan bir alimdir. Əlbəttə şərq alimdir bu alim, amma coğrafist bu deməkdir ki, yəni dünyanın demək olar ki, hər yerindən məlumatlı və xəbərdardır. Düzdür, özü hər yerə gedə bilməsə də, amma hər yerdən xəbərdardır ki, bu insana deyirlər coğrafist. Coğrafiyanı çox gözəl bilir. Bunun öz sözüdür, bu deyərmiş ki, mən qərbə getdim, İslam gördüm, müsəlman görmədim. Amma şərqə gəldim, İslam, müsəlman gördüm, İslam görmədim. Yəni bu sözün məntiqi mənası budur ki, qərbli olmalarına baxmayaraq, İslamları olmamasına baxmayaraq, eynən müsəlmanlara nə əmrlər buyurulmuşdursa, mən qərbdə onların əməllərini gördüm. Yəni gördüm ki, onlar yalan danışmır. Gördüm ki, onlar oğurluq etmir. Gördüm ki, onlar bir-birinin haqqında mənfi fikirdə deyirlər. Gördüm ki, onlar əgər biri yuxarı qalxmaq istəsə, istər elmi cəhətdən, istər məqam cəhətdən, istər vəzifə cəhətdən, hər hansı bir cəhətdən görürdülərsə ki, bir nəfər yuxarı qalxmaq istəyir, addımlarını atır. Yəni bir sözlə bu adam cəhd edir ki, yuxarı getsin, yanı, ətrafı, qonşusu və başına toplaşanlar kömək edərdilər ki, bu irəli getsin. Bu kimi misallara nəzər salanda bu deyirdi ki, mən getdim qərbə, İslam gördüm, amma müsəlman görmədim. Amma şərqdə isə bunun tam əksini deyirdi. Deyirdi, şərqdə İslam olmasına baxmayaraq, mən əməl görmədim. Yəni gördüm, İslam ki, deyib, bir-birinizin haqqında təcəssüs etməyin, yəni bir-birinizin haqqında axtarış aparmayın. Amma görürdüm, elə axtarış aparırlar. Yaxud Allah buyurub, yalan danışmayın, yalan danışırlar. Ya oğurluq etməyin, oğurluq edirdilər. Yəni bu kimi məsələlərə biz nəzər salanda, doğrudan da bu sualın cavabında bunu demək olar ki, bu yerdə insanların əməlləri meyardır. Bəli, mümkündür bir insan ailəsində İslamı yaşatsın, amma o insan özü müsəlman olmasın. Bəli. Bunun əməli, əgər bizim yadımızda olsa, biz keçmiş proqrammalarımızda da bunu, günah barəsində olan proqrammalarımızda biz bunu işarə etmişdik ki, bir insanın özü əgər İslam dinində olmasa da, ya İslam dini buna çatmadı, ya dini buna çatdıran olmadı, ya İslam dini barəsində bu heç bir söz eşitmədi, elə bu cürdə dünyasını dəyişdi, getdi. Amma bunun əməlləri əgər İslam dininin buyurduğu qayda, qanunlarla mütabiq olsa, mutabiqət əldə edə bilsələr, bunun artıq əməli Allahın öz yanındadır. Allahın özü bilər, bunu istər bağışlayar, istər bağışlamaz. Bu da eyni o qəbildəndir. Bir insan ki, istər müsəlmandır, istər qeyri-müsəlmandır, əgər onun əməlləri Allahın buyurduğu əxlaq normalarına riayət edirsə, əgər onların əməlləri Allah qanunlarının o qanun çərçivəsində olan bal nömrələr ki var,
Bu günləri görsən biri universitetə əgər daxil olsa, o balı ələ gətirə bilməsə, tutaq ki, Bakı Dövlətə 500 bal nəzərdə tutulubsa, bir tələbə əgər 200 bal gətirsə, onu Bakı Dövlətə qəbul etmirlər. Əgər bu İslam olmasa da, bu insan qeyri-müsəlman olsa da, əgər Allahın nəzərdə tutduğu o bal ki var, o balları əgər gətirə bilsə, Allah onu qəbul edər. Düzdür, bu insan İslam dinini qəbul etməyib. Amma bu demək olmaz ki, bu insan qəti və müxalif nöqtədə duraraq və möhkəm öz çürük əqidəsində qalaraq İslam dinini qəbul etməyib. Biz bunu deyə bilmərik. Çox gözəl Tahir müəllim. Pəs ondan belə bir nəticə ala bilərik ki, sırf yalnız və yalnız İslami ailələr əbədi xoşbəxtliyə çatacaqlar. Bunu biz 100% deyə bilmərik. Mümkündür, bəli. Əgər burada əməl olmasa, yalnız İslam dininin olması heç bir kəsi, heç bir kimsəni əbədi səadətə qovuşdura bilməz. Təşəkkür edirəm Tahir müəllim, minnətdarım və çox təşəkkür edirəm. Belə bizim Quranda da gözəl bir ayəmiz var. Vəl əsr innəl insana ləfi xusr illəl-ləzīnə amanu və əmilus salihat və təvasəv bil haqq və təvasəv bis səbr. Ki təkcə elə bu ayə deyil, bir çox ayələrimizdə var ki, Allah salih əməli təşviqləndirir və insanları salih əməl görməyə həvəsləndirir. Amma arada qısa bir fasilə var, dəyərli tamaşaçılarımız. Fasilədən sonra verilişimiz davam edəcək, bizdən ayrılmayın. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin وآل محمد اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد